Hər kəsə salam. Mən Femida Könüllülər Təşkilatının mətbuat katibi Zərifə Ramazanova. Bu gün bizim qonağımız hörmətli vəkil Leyla Əkbərovadır. Salam Leyla xanım. Hər vaxtınız xeyir olsun. Dəvətimizi qəbul etdiyiniz üçün sizə çox minnətdarıq. Mən təşəkkürümü bildirirəm, çox sağ olun. Leyla xanım, indi hüquqşünas tələbələr məzun olduqdan sonra hansı sahə üzrə fəaliyyətdə olacaqlarını tam dəqiq bilmirlər. Siz peşə fəaliyyətinizi seçərkən sizə yardım edən əsas məqamlar hansı idi? Bilirsiniz, əslində tələbələrin bu cür fikir ayrılığında olması tamamilə normal bir şeydir. Mən həmişə hüquqşünaslığı böyük bir ağac kimi təsəvvür edirəm və bu ağacın onlarla saysız hesabsız budaqları var və bu budaqların da öz budaqları var. Və hüquqşünaslıq sahəsi də bir dəryadır. Ona görə də bir sahə digərindən daha maraqlı ola bilər. Əsas odur ki, tələbə ürəyi hara yatırsa, oradan da başlasın. Mən misal üçün tələbə vaxtı özümə daha çox biznes, kommersiya yönümlü istiqamət cızmışdım. Zikrimdə pul qazanmaq, qabağa getmək, karyera qurmaq və kommersiya sahəsində özünü tapmaq var idi. Lakin zaman keçdikcə, ələkdən keçirdikcə sahələri istər-istəməz 30 yaşa yaxın harda olmaq istədiyin nöqtəyə gəlib çatırsan. Əgər bir mənalı olaraq soruşsaz ki, hansı sahəyə get, buna cavab yoxdur. Amma cavab belə ola bilər ki, ürəyin hara yatırsa, orada get. Ola bilsin ki, o sahə ilk baxışdan çox da qəlibli sahə olmaya bilər. Ola bilsin kifayət qədər qəliz görsənə və səslənə bilər. Amma yenə də ürəyin yatdığı yerə doğru addımla. Çox sağ olun Leyla xanım. Bəs siz ilk fəaliyyətinizə başladıqda hüquqi mühit necədir və indi necədir? Yəni hansı fərqləri görürsüz vəkillik baxımından? Vəkil baxımından mı, hüquqşünas baxımından mı, amma tələbələr inciməsin. Sadəcə bir şey deyim ki, indi tələbələr üçün, gənclər üçün daha geniş imkanlar yaradılıb. Elə adicə sizin təşkilatı götürək, digər təşkilatları götürək. Bir çox dövlət təşkilatlarında, dövlət qurumlarının, məhkəmələrin nəzdində tələbələr üçün yeni universiteti bitirən məzunlar üçün imkanlar yaradılır. Bu stajyor proqramı ola bilər, təcrübə proqramı ola bilər və yaxud da könüllülük proqramı ola bilər ki, tələbələr və məzunlar özləri üçün təcrübə yığa bilsinlər. Təəssüf ki, bizim vaxtımızda bu cür şərait yox idi və biz əlimizdən gələni edirdik ki, özümüzü harasa sala bilək və necəsə özümüzü tapa bilək. Xahiş edirdik ki, onlar heç olmasa biz ödənişsiz sizin yanınızda gələk, təcrübə keçək, onlar biz sizinlə proseslərə gedək, onlar bir müddət bu hər hansı bir təşkilatın nəzdində fəaliyyət göstərək. İndi bu cür imkanların genişlənməsi mənə elə gəlir ki, çox təqdirə layiqdir və tələbələrə buradan səslənirəm ki, əlinizə keçən istənilən fürsəti qaçırmayın. Hər bir fürsətdən yararlanmağa çalışın. Çox sağ olun Leyla xanım. Biz sizin təcrübənizə əsaslanaraq uğurlu bir vəkil olmaq üçün əsas 3 qızıl qayda nədir? 1. Uğurlu bir vəkil olmaq üçün nə etmək lazımdır? Birincisi, durmadan çalışmaq lazımdır. İkincisi, müəyyən bir ixtisas sahəsini seçmək lazımdır. Hər şey şünas olmağa meyl etmək lazım deyil. Düzdür, bizdə var bəli, bizdə vəkillər istənilən həm eyni zamanda paralel olaraq həm cinayət işlərini götürə bilərlər, həm vergi proseslərinə girə bilərlər. Amma mən yenə də deyirəm, həmişə də demişəm, mən daha çox qərb yönümlü vəkillik prinsiplərinin tərəfdarıyam. Harda ki, hər bir vəkilin öz xüsusi dar peşəsi var. Və o peşədə də o təkmilləşir, özünü inkişaf etdirir və o peşəni öz brendinə çevirir. Nizami Gəncəvinin də belə bir kəlamı var idi ki, yaxşıdır yarımçıq papaqçılıqdan. Tam olaraq necə bilmirəm, səsləmir, yadımda deyil. Amma yenə də deyirəm, bir şəxsin öz dar xüsusi peşəsində ixtisaslaşması, onun o peşə istiqamətində özünü təkmilləşdirməsi və inkişaf etdirməsi uğura açan bir yoldur. Üçüncüsü də ki, təmkin, səbir, vicdanlıq prinsipi və durmadan öz üzərində çalışmaq. Çalışmaq hər tərəfli lazımdır. İstər insani keyfiyyətləri inkişaf etdirməyə meyl eləməlisən. Misal üçün, əgər kommunikasiya bacarıqların çox zəifdirsə, sən kommunikasiya bacarıqları və ünsiyyət bacarıqları inkişaf etdirə bilərsən. İnsanlarla daha çox, misal üçün deyirəm, əgər konfliktə meyilli davranışın varsa, daha çox sülhpərəstliyə zamanla can ata bilərsən və yaxud ortaq məxrəc tapmaqda bəzən çətinlik çəkirsən, eqon yüksəkdirsə, biraz ortaq məxrəci tapmağa
yönümlü addımlar atmaq lazımdır. Yəni ingilis dilində desək hard skills və soft skills var. İndiki dövrdə zaman keçdikcə soft skillsların daha önəmli olması, soft skillsların ön planda olmasını biz görürük. Və ona görə də mən özünü inkişaf dedikdə yalnız və yalnız mütaliə, hüquqi baxışın genişləndirilməsi, Konstitusiya Məhkəməsinin və ya plenum, Ali Məhkəmənin plenum qərarlarını oxumasını nəzərdə tutmuram. Təbii ki, o öz yerində. Mütəmadi olaraq qanunvericilik dəyişir, təkmilləşir və siz də bunun mərkəzində olmalısınız bir vəkil olaraq. Çünki qanunlar dəyişir və siz o yeni qanunu tətbiq etməyi bacarmalısınız təcrübənizdə. Amma mən yenə də bir insan kimi də soft skillsların, bacarıqların inkişaf etdirilməsini tövsiyə edirəm. İnsani keyfiyyətlər və peşəkar keyfiyyətlər. Yalnız bu iki amillərin vəhdətində biz əsl vahid bir uğurdan söhbət edə bilərik. Leyla xanım, sizcə vəkillikdə ən çətin etik dilemlər hansıdır? Yəni hansı mövqeyi saxlamaq daha düzgündür? Vəkillikdə ən çətin dilemma ondan ibarətdir ki, vəkil heç bir zaman öz müvəkkilindən imtina edə bilməz. Yəni əgər bir müqavilə bağlanıbsa vəkillə müvəkkil arasında, o müqaviləyə vəkil bir tərəfli qaydada xitam verə bilməz və öz vəzifələrindən imtina edə bilməz. Yalnız müvəkkil ondan imtina etdikdən sonra vəkilin işdən kənarlaşması mümkündür. Budur dilemma. Ona görə də mən həmişə yeni başlayan vəkillərə bildirirəm ki, müqavilə bağlanana qədər, hələ vaxtınız varsa, bir insanla görüşün, danışın, ünsiyyətdə olun, onun işini araşdırın. Çünki müqavilə bağlandıqdan sonra artıq gec olacaq. Çünki gedişat göstərə bilir ki, insanlar, düzdür, biz insan psixoloqlar kimi biz də insanların sərrafıyıq. Biz də insanları tanımağa çalışırıq. Amma insanları tam olaraq tanımaq mümkün deyil. İnsanlar 20 il, 30 ildir bir yerdə yaşayırlar, bir-birini heç tanımaya bilərlər. Ona görə insan elə bir dəryadır ki, orada hər zaman suallar açıq qala bilər. İnsanı yaxşı tanımaq önəmlidir, amma tam olaraq tanımaq mümkün deyil. Hansısa bir etapda sizin müvəkkilinizin sizdən nələrsə gizlətdiyi ortaya çıxa bilər. Məsələnin tamamilə başqa cür olması ortaya çıxa bilər. Və o halda sizin artıq geriyə dönüşünüz yoxdur. Siz onu yenə də müdafiə etməlisiniz. Təbii ki, qanun çərçivəsində, amma yenə də müdafiə etməlisiniz. Çünki hər kəsin şəxsiyyətindən asılı olmayaraq müdafiə hüququ var. Və bu vəkilliyin fundamental prinsipidir. Bəs Leyla xanım, bugünə qədər sizin təcrübənizdə sizə ən çox təsir edən, sizin peşə fəaliyyətinizə təsir edən müvəkkiliniz necə olub? Yəni hansı müvəkkildən sonra siz hansısa bir strategiyanızı dəyişdirmisiniz? Olubmu belə bir müvəkkil? Strategiyamın dəyişməsinə səbəb ola biləcək müvəkkilim biraz yadıma gəlmir, amma vəkilliyi bir başqa bucaq altında görməyə sövq edən müvəkkillərim olub. Bir müvəkkilim hər bir iş, mən həmişə demişəm ki, vəkili inkişaf etdirir. Artıq vəkil böyüyür. Və hər bir müvəkkillə, hər bir məhkəmə işi ilə mən özüm də böyüyürəm. Əvvəlki kimi 10 il əvvəlki Leyla da deyiləm, təbii olaraq. Və bu işlərlə bir yerdə mən böyümüşəm. İstər insan kimi, istər bir vəkil kimi, istər peşəkar kimi. Və qəlbimdə artıq insani duyğuların daha çox yer aldığını görürəm. Başa düşürsən ki, hər keysdən sonra Zərifə xanım, başa düşürsən ki, həyat ağ və qaradan ibarət deyil. Ağ və qara arasında tonlarla çalar var. Bizim gördüyümüz və görmədiyimiz və ya bəzən görmək istəmədiyimiz. Heç kəs tam olaraq haqlı deyil və heç kəs tam olaraq haqsız deyil. Nə tam mənfi qəhrəmanlarımız var, nə də tam müsbət qəhrəmanlarımız var. Ki hər kəsin sadəcə öz maraqları var və bəzən bu maraqlar toqquşur, bəzənsə maraqlar üst-üstə gəlmir. Bizim isə vəzifəmiz ondan ibarətdir ki, çalışırıq maksimum dərəcədə hər şeyin müvəkkilimizin xeyrinə olması üçün can ataq. Ən çox, təbii ki, bizi yaralayan işlər, bizə mənəvi zərbə vuran işlər ailə işləri olur. Ailə hüququ çox qəlizdir, çox böyük bir dəryadır, adama travmalar da yaşada bilir. Çünki ailə dedikdə emosiyalar var. Əgər kommersiya işlərində heç bir emosiya yoxdursa, orada yalnız mübahisələr, biznes,
ortaq bir işin aparılması və biznes əhatəsində, içində yaranmış sualların, mübahisələrin həllidirsə, ailə mübahisələrində o yoxdur. Ailə mübahisələrində emosiyalar, deyilməyən sözlər, bir-birinə olan inciliklər baş qaldırır. Bəzən görürsən ki, insanlar illərlə məhkəmələrdə çəkişirlər. Soruşursan ki, axı bax bunu 2 vur, 2 vurmaq ola bilər. Məsəl üçün bu ev sənin, bu ev mənim və yaxud da ki, həftədə bir neçə dəfə uşaqlar səndə qalır, qalan günləri məndə qalır. Amma baxırsan ki, sadə şeylərdə insanlar ortaq məxrəcə gələ bilmirlər. Niyə? Çünki bir-birinə güzəştə getmək istəmirlər. Niyə güzəştə getmək istəmirlər? Çünki aralarında o qədər inciliklər var. Artıq elə bir həddə çatıblar ki, burada ortaq məxrəcdən söhbət gedə bilməz. Gərək hər hansı bir tərəf egosunu aşağı salıb güzəştə getsin. Heç kəs də, hər kəs də bunu məğlubiyyətə bərabər sayır. Əgər mən güzəştə gedərəmsə, bu zəiflik əlamətidir. Xeyr, zaman keçdikcə öyrənirəm ki, güzəştə getmək elə əslində ən böyüklüyün böyüyüdür. Ən gözəl böyüklük elə güzəştə getmək bacarığıdır. Çünki bu zəiflik kimi görsənə bilər bəzi şəxslər üçün. Amma əslində əgər tam bir işin gedişata töhfə verirsə, bu elə ən böyük böyüklükdür. İlk olaraq Leyla xanım, sizcə süni intellekt və hüquq hansı dərəcədə inteqrasiya girə bilərlər? Yəni süni intellekt nə vaxt hüquqi müdafiəni əvəz edə bilərmi? Süni intellekt artıq bizim həyatımızın tərkib hissəsinə çevrilib. Biz bu reallığı dana bilmərik. Biz düşünməliyik ki, süni intellektdə maksimal ekoloji necə ola bilər? Biz düşünməliyik ki, ekoloji olaraq maksimal biz süni intellekti necə inteqrasiya edə bilərik hüquqa. Amma hüquqşünası, əsl vəkil yanaşmasını heç bir süni intellekt heç vaxt əvəz eləyə bilməyəcək. Çünki bu bir maşın deyil, bu bir proqram deyil, bu insan həyatlarıdır. Bu insan psixologiyasıdır və biz insan həyatlarının içindəyik. Heç bir süni intellekt bir ananın göz yaşlarını anlayacaq səviyyədə deyil. Heç bir süni intellekt bir ananın uşağına necə qovuşma istəyini ölçmək iqtidarında deyil. Heç bir intellekt bir vərəsənin pozulmuş hüquqlarını ona bərpa edəcək səviyyədə deyil. Çünki işin içinə girdikcə o qədər amillər çıxır. İş o qədər budaqlanır, budaqlanır ki, bunlar artıq süni intellektin iqtidarında deyil. Süni intellektin iqtidarından çıxır artıq kənara. Biz demirik ki, süni intellektdən istifadə etmək lazım deyil. Lakin mən həmişə tələbələrə, məzunlara, kolleqalarıma bildirirəm ki, bəli, süni intellektdən həyatımızda hansı bir rutin şablon işlərdə biz istifadə edə bilərik. Amma süni intellektə çox arxalanıb güvənmək olmaz. Çünki nəticə etibarilə özün düşünməlisən. Bu analitik düşüncə olmalıdır. Hüquqşünas dediyin təfərrüatlara, xüsusatlara, nüanslara diqqət olmalıdır. Fərqi yoxdur. Bu vəkillik ola bilər, bu müstəntiq ola bilər, bu prokuror ola bilər. Bu cinayətin araşdırılmasında xırda belə bir detal önəm kəsb eləyə bilər. Bir dənə bir işi xatırlatdı. Danışdıqca bir işi xatırladım. Çünki məhkəmə işin gedişatındaydı. Bir vərəsəlik işi idi. Bir xanım deyir ki, bəs mən həmin o bağ sahəsində olmuşam, o bağ sahəsinə qulluq eləmişəm və mən illərlə orada yaşamışam və mən bu bağ sahəsinə iddialıyam digər vərəsələr kimi. Müddəti buraxmışdı və burada faktiki qəbul etmədən söhbət gedirdi. Çox maraqlı bir iş idi və orada xanıma sual verdikdə ki, bəs necə həmin o ərazini, həmin o evi təsvir edə bilərsinizmi? Hə, dedi ki, bəs mutfaq orada yerləşir, filan yer başqa yerdə yerləşir. Mən orada daldım ona qulaq asdıqca. Başa düşdüm ki, bir Azərbaycan qadının mutfaq deməsi biraz qəribədir. Çünki Azərbaycan qadını bir qayda olaraq kuxna deyir və bir başqa hallarda isə mətbəx deyir. Azərbaycan qadını mutfaq sözünü çox nadir hallarda işlədir. Və burada mən sezməyə başladım ki, xanım artıq Azərbaycanda yaşayan bir xanım deyilmiş. Və dərhal vəsatət verdim ki, sərhəd xidmətinə sorğular göndərilsin. Bu xanımın giriş-çıxış tarixləri bəlli olunsun, müəyyən edilsin. Məhkəmə vəsatətimizi təmin elədi və giriş-çıxış barədə məlumatların sərhəd xidmətindən əldə edilməsini təmin etdim. Məlumatlar gəldi. Sizcə nə cavab oldu? Xanım 5 ildir ki, Azərbaycanda yaşamır. Amma iddia eləyir ki, mən Azərbaycanda yaşamışam, bağ sahəsinə qulluq eləmişəm və bağ sahəsinə daimə gedib gəlmişəm. Əgər sən Azərbaycanda olmamısansa, sənin bağa getməyin axı mümkün deyil.
Yəni bilirsiniz bu xırda hər şey bu xırdaçılıqla başlayır. Bəzən deyirlər bu perfeksionizmdir, yəni mükəmməlləşçilikdir. Amma elə deyil. Mən hesab edirəm ki, hüquqşünaslıq məsələ nüanslarda başlayır. Çünki həqiqətdə, işdə elə həm xırda təfərrüatlardadır. Görünən icebergin görünən hissəsində siz heç vaxt həqiqəti tapa bilməyəcəksiniz. Amma dərinə insəz başa düşəcəksiniz ki, həqiqət hardadır. Və biz o yolla çıxdıq və bu məhkəmə işi də bizim xeyrimizə nəticələndi. İndi sizə sual verirəm. İstər retorik sual ola bilər, adi sual ola bilər. Sizcə ChatGPT bunu əvəz edə bilərdimi? Qətiyyən. Əvəz edə bilməzdi. ChatGPT bəli, müəyyən dəstək, strategiyada kömək ola bilərdi. Amma bu xırda nüanslara diqqət məhz insanın özündən əmələ gəlir. Və analitik düşüncə. Diqqət kifayət deyil. Diqqət elədiniz, onları özünüzdə qeyd etdiniz. 1, 2, 3, 4. Lakin bu ortaq, bu puzzleları tapdınız. Puzzleları tapmaq işin bir hissəsidir. Bəli, puzzlelar səpələnib bir yerə, bir otaqda puzzlelar hər yerə səpələnib. Sizin vəzifəniz o puzzleları tapmaqdır. Siz tapdınız, onları masanın üstünə qoydunuz. İndi isə ən vacibi o puzzleları birləşdirib ümumi şəkli yaratmaqdır. Siz puzzleları birləşdirdiniz, ümumi şəkli yaratdınız və bu şəkli hakimə göstərməlisiniz. Və ondan sonra da hakimi bu şəklin məhz əsl obyektiv şəkil olmasına inandırmalısınız. Və əgər siz bunu bacaracaqsınızsa, deməli məhkəmə işini udmusunuz. Çox sağ olun məsləhətləriniz üçün və bilgiləriniz üçün Leyla xanım. Süni intellekt əvəz edə bilməz heç bir vəkili və hüquqşünası. Amma sizcə işini asanlaşdırması barəsində necə yardımcı ola bilər süni intellekt? Burada belə bir açıqlama verəcəm. Lakin biraz sensasiyon ola bilər ki, açıqlama olsun. Süni intellektdən istifadə eləmirəm. Süni intellektdən heç istifadə etməmişəm. Amma bu o anlama gəlmir ki, mən süni intellektdən heç vaxt istifadə etməyəcəm. Ola bilsin ki, gələcəkdə mənim həyatıma müəyyən formada daxil olacaq. Bəli, işimi hansısa hissədə asanlaşdıracaq. Amma hal-hazırda istifadə etmədiyim üçün tam olaraq sizin suala obyektiv cavab verə bilməyəcəm. Amma mən necə görürəm bunu? Müəyyən bir şablon məktubların, sorğuların hazırlanması, o da yeni başlayan hüquqşünaslar üçün. Hansının ki, şablon ərizə bazası, sənədləşmə bazaları yoxdur. O bazaların yaradılmasına zərurət yaranır və onlar o sənədləşmələrin həyata keçirilməsində süni intellektdən istifadə edə bilərlər. Bəli. Və yaxud da ki, misal üçün hansısa bir çətin bir plenum qərarı var və onu oxumağa tutalım ki, hər bir şəxsin vaxtı yoxdur, lakin bu qərar haqqında agah olmaq lazımdır. O qərarın qısa xülasəsini istəmək olar süni intellektdən. O da onu bildirəcək ki, baxın bu qərarda bu məqamlar öz əksini tapıb, nə dərəcədə sizə faydalıdır. Artıq vəkil və ya hüquqşünas özü qərar verəcək o zaman. Belə bir formada mən görürəm. Ciddi formada təəssüf ki, görə bilmirəm. Son olaraq vəkil olmaq istəyən hüquqşünas məzunlar və gənclər sizcə ən çox nəyə diqqət yetirməlidirlər? Təhsillərinə diqqət yetirməlidirlər ilk öncə. Bəzən düşünürlər ki, yox, bu nəzəriyyədir, bu mənə lazım deyil. Mən əsas təcrübədir, praktikada bunlar necə tətbiq olunur, əsas bu məqamlardır. Əsla. Nəzəriyyəni heç vaxt nəzəriyyədən yan keçməyin. Nəzəriyyə çox önəmlidir. Nəzəriyyə bazadır. Praktika onun üzərində tikilən binadır. Bu baza olmasa, bu fundament sağlam olmasa, siz üzərinə nə tiksəz belə, nə praktikanız olsa belə, bu uçuruma gətirib çıxaracaq. Ona görə də nəzəriyyə deyib yan keçməyin. Nəzəriyyəniz güclü olsun. Daim inkişaf edin. Daim qanunvericiliyi oxuyun və oxuduqda mən həmişə soruşurlar ki, siz necə olur ki, qanunları yadda saxlayırsınız? Xeyr, mən qanunları heç vaxt əzbərləmirəm. Mən sadəcə olaraq çalışıram, öyrənim ki, mənə lazım olan norma harda yerləşir. Misal üçün, müştəri gəlir, müvəkkil gəlir, onun problemi var. Bu problemin həll edilməsi üçün mən hansı məcəllələrə baxacağam? Kompleksmi yanaşacağam? Yoxsa bir məcəllə kifayət eləyəcəkmi? Yoxsa normativ aktları fərqli yerlərdə axtaracağam. Nə lazımdır mənə? Hansı maddə tətbiq olunmalıdır burada? Əsas sual odur.
mən hansı maddəni tətbiq edəcəm və mən bu maddəni hardan tapacam, bu normanı hardan tapacam. Ona görə də mənim tövsiyəm odur ki, daim öz üzərində işləsinlər, normanın necə tətbiq edilməsini yoxlasınlar və yeri gəlmişkən sözüm elə ondaydı ki, soruşurlar ki, bəs siz necə olur ki, maddələri yadda saxlaya bilirsiniz, mahiyyəti. Çünki mən mahiyyətə köklənməyə çalışıram və oxudum normanı misal üçün. Mən onu düşünürəm ki, mən bunu praktikada necə tətbiq eləyə bilərəm? Bu mənim işimə necə yaraya biləcək? Bu tətbiq olunsa necə olacaq? Hansı formada tətbiq olunacaq? Və nə kimi nemətlər verəcək mənə? Yəni nə kimi avantajlar verəcək mənə bu norma? Və mən bunu düşünürəm. Və düşündükcə müəyyən ssenariləri beynimdə canlandırdıqca artıq o norma mənim yaddaşıma həkk olunacaq. İstədim, istəmədim o mənim yaddaşıma həkk olunacaq. Əzbərləməyə qəti meyil eləməsinlər. Anlamaq, araşdırmaq, onu həzm eləmək və onun gələcəkdə real həyatda necə tətbiq olunacağını beyində canlandırmaq. Əgər bu amillər yetərlidirsə, əgər bu amillər baş tutacaqsa sizin beyninizdə, deməli normanı artıq udmusuz. Çox sağ olun Leyla xanım, çox xoş oldu. Ümidvaram ki, sizi gələcəkdə bir daha görəcəyik. Mənə də çox xoş oldu. Dəvətinizə görə sizə dərindən minnətdaram və sizin kimi gözəl, işgüzar, qabağa getməyə çalışan gənclərimizi gördükcə mənim də içim açılır. Çox sağ olun.